Bismillahirrahmanirrahim. Kardeşler, size yeni bir Kur'an-ı Kerim'de möcüze göstereceğim. Ama bu möcüzəni mən yox, başqa mümin kardeşler tapıb TikTok'a koyublar. Ama mən başqa möcüzələrdə tapdım Kur'an-ı Kerim'de. Ona göre bunu çəkdim. Ne tapıblar kardeşlerimiz? Yusuf suresinde Allah Teala buyurur ki, İnni ra'aytu, yani həqiqətən mən gördüm. Ahad aşara 11. Ahad aşara kafkaben 11 ulduz gördüm. Ve bu baxıblar ki, burada deməli 11 dənə hərf var. Ahad aşara kafkaben kəlməsində, yəni 11 ulduz kəlməsində 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11. Amma mən sizə başqa bir möcüzə göstərəcəm burada. Və sonra da baxıblar ki, qardaşlarımız ki, burada 11 dənə də nöqtə görsənir. Bənin nöqtəsi, şinin 3 nöqtəsi, tənin 2 nöqtəsi, yənin 2 nöqtəsi, yenə yənin 2 nöqtəsi və nunun 1 nöqtəsi. Yəni burada da sanki 11 ulduz görsənir. İndi mən burada sizə və onlardan ilham aldım qardaşlardan ki, nə bunlar tapıblarsa görək mən nə tapa bilirəm. Gördüm ki, bunu əbcəd dəyərin yazanda Ahədə, Əşərə, Kafkəbən 11 ulduz kəlməsini gəlir 632-yə. 632 nə deməkdir? Həzrəti Peyğəmbərin ölümü. Fikir verin. Yəni burada əlif 1-dir, ha 8-dir, dəl 4-dür, ayn 70-dir, şin 300-dür, ra 200-dür, kəf 20-dir, vav 6-dır, kəf yenə 20-dir, bə 2-dir, əlif 1-dir. Rəqəmsal dəyərin cəmi edir 632. 632 Peyğəmbərin ölümüdür. Və burada 3 kəlmə var. Əhədə kəlməsi, əşərə kəlməsi və bir də kəfkəbən kəlməsi. Ortadakı kəlmənin rəqəmsal dəyəri neçədir? 570. Çünki əyn 70-dir, şin 300, ra 200. 570-də doğulan Həzrəti Peyğəmbər sanki və 632-də ölümü. Və Həzrəti Peyğəmbərə də 11 dənə ulduz var idi. Məcazi mənada səcdə edən, yəni 11 imam. Amma o imamların ilki olan Əli əleyhissalam onun övladı deyil. Amma Həsən, Hüseyin və Hüseynin belindən gələn 9 imam, yəni cəmi 11 imam Peyğəmbərə sanki məcazi mənada səcdə edir. Əhəd, əşərə, kəfkəbən 11 ulduz. Gördüm ki, yuxuda mənə səcdə edir 11 ulduz və günəş, sonra deyir günəş və ay. Günəş sanki Həzrəti Fatimə deyək, ay deyək Həzrəti Əli əleyhissalam. Fikir verin, yəni bunu bu cürdə baxmaq olar. Və əlavə onu deyim ki, 11-i axtarırıq, fəthələr də 11-dir. Fikir verin, məsələn, birinci fəthə rada var, yədə var, ikinci fəthə 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11. Ən işarəsi ki var, tənvin, fəthə. Bunun bir xətti, nun hərfini ifadə edirsə, bir xətti ən ifadə edir. Yəni, burada 11 dənə əslində ə işarəsi var. Ə işarəsi də nə deməkdir? Göydə olan bir şeydir, sanki ulduz. Fikir verin. Ta ayənin əvvəlindən baxanda 11 dənə fəthə işarəsi var. Və əlavə nə deyə bilərik? Əlavə, qardaşlar, deməli, başqa bir tapdığım möcüzəni sizə deyim ki, 12-ci surədir Yusuf surəsi. Yusuf surəsinin üstündə 11 surə var. Fatihə surəsindən sayın 12-ci surə Yusufdir. Deməli, Yusufə səcdə eləyən neçə dənə surədir? Hamısı sanki yuxarıdan bir-bir düşür. Fatihə, Bəqərə, Ali İmran, Nisa, Maidə və bir-bir düşür. 12-ci surə Yusufdir. Amma Yusuf surəsinin üstündə 11 surə var. Sanki ona səcdə edən, göydən yerə düşən. Fikir versiniz, yəni 11 dənə surədən sonra gəlir Yusuf. Və bir də baxdım ki, bunların əbcəd dəyərlərin yazanda, məsələn, əlif hərfi 1-dir, bura 1 yazdım. Ha hərfi əbcəddə 8-dir, yazdım, bura 8.
Dəl hərfi 4'dü yazdım 4. Ayn 70'di yazdım 70. Sonra şin hərfi lap sayı çox olandı şin lap yuxarı yazdım. Şin hərfi yəni 300'dü. Ra hərfi ondan biraz aşağıda burası yazdım 200. Sonra kaf hərfi 20'di bura yazdım 20. Sonra vav hərfi aşağıda dəyəri biraz aşağı qoydum. Və yenə kaf hərfi yenə gəlir kaf hərfi. Bu bir kafla birləşdirdim şeylərin, məsafələrin. İkisi də eyni məsafədə durur. Sonra B hərfi və ləm hərfi. Yəni bunları xəyali bir bu nöqtələri, bu əbcəd dəyərləri idi. Bu hərflərin əbcəd dəyərləri idi. Onları xəyali nöqtə ilə şey eləyəndə səcdə eləmiş insana bənzəyir. İstəyir denən ki, başı buradır, bədən buradır, bu da davanıdır və barmağın ucudur, bu da istər tərsinə denən. Deyirəm, barmağın ucu budur, davanı budur, bu belidir, bu da başıdır, bu da səcdə edən alnı. Yəni, səcdə edən bir varlıq görsənir. Fikir verin, bu da çox gözəl bir elmi kəşfdir. Və sonra gördüm ki, bunları əlifba sırası ilə baxanda da elə olur. Necə yəni deyəsə əlifba sırası ilə? Məsələn, əlif hərfi birinci hərfdə əlifbada, B ikinci hərfdir. Sonra dəl hərfi, məsələn, dəl hərfinin yerində burada yazmışam, burada daha gözəl yazmışam. Buradan göstərə biləcəm sizə. Fikir verin, biraz tərsinə tutmağa məcbur olacağım. Biraz tərsinə yazmışam. Məsələn, əlif hərfi, B hərfi, 22-ci hərf hansıdır? 22-ci yerdə duran kəf hərfidir. Tərsini oxuyuram. Gəl, lap buradan oxuyaq. Əlif hərfi, H hərfi 6-cı hərfdir, əlifba sırasında. Dəl hərfi 8-ci hərfdir. Ayn hərfi 18-ci hərfdir. Sonra şin hərfi 13-cü hərfdir. Burası tərsinə yazmışam. Bunu 31 kimi yox, 13 kimi oxuyun. Sonra ra hərfi 10-cu hərfdir. Kəf hərfi 22-dir. Sonra bu hansıdır? Kəfdən sonra vav hərfi. Vav hərfi 26-cı hərfdir. Bu 26-dır. Yenə kəf 22-dir. Yenə B hərfi 2-dir, əlif 1-dir. Yəni, buradan da belə baxanda, əlifba sırası ilə baxanda da, yəni həmən, bax bu, nəyə? Bax buna. Əhədə, əşərə, kəfqəbən. 11 ulduz kəlməsinə, bax bu cümləyə, istər əbcədlə baxaq, səcd eləmiş insan görsən, istər əbcəd yox, əlifba sırası nömrəsi ilə baxsaq, yenə səcd eləmiş insan görsənir. Və istədim ki, bunları bəsədə səcdə kimi edilir? 632-də, dünyadan gedən 570-də, əşərə kəlməsi 570, 570-də anadan olan kəs edilir. Adəmə səcdə edin əmri gələndə Adəmin içindəki Peyğəmbərin nurundan söhbət gedirdi. Yəni ona səcdə edin deyilirdi. Məqsəd, əsl məqsəd o idi. Adəm yer üzündə gəzən Kəbə evi idi. Və o Kəbə evinin sanki o qara daşı, əsas nöqtəsi, ən içinin içidir, ən təmizinin təmizi nə idi? Həzrəti Peyğəmbər, Adəmin içində Peyğəmbərin nuru idi. Ki, səcdə məqsəd, alimlərimiz buyururlar ki, o idi və düz də buyururlar. Deməli, fikir verin, bu da 11 ulduz, yəni Peyğəmbər yalnız 11 ulduzu var idi. Belindən gələn yalnız 11 övladı var. Həsən Hüseyin və Hüseynin belindən gələn 9 imam. Və qıraqda günəşlə ayda ona səcd edir. Yəni, Əli ilə Həzrəti Fatimə. Və bu cürdə belə baxa bilərik. Çox gözəl bir məna çıxır buradan.